insan əli dəyməmiş və işlənməmiş məhsullardan istifadə edin. Yəni, doşabı yeyin, olar, bal, olar. Nə qədər keyfiyyətlidir demək olmaz, amma heç olmasa bunlardan istifadə edin. Meyvə, tərəvəz, çərəz, quru meyvələr və s. bu kimi qidalara üstünlük verin. Çoxlu hərəkət eləyin, meditasiya eləyin. Çoxsa bu yeməkləri, yenə deyirəm, nə istəyirsiniz yeyə bilərsiniz. Sağlam adam üçün problem yoxdur. Amma sağlam qida tapmaq kifayət qədər çətinləşir getdikcə. O cəhətdən nə qədər az yesəniz, çox hərəkət eləsəniz, o qədər də çox sağlam qalarsınız. Mən bitirəcəkdim, sadəcə burada çox qəribə bir izləyici şərhi var. Bir nəfər yazıb ki, həkimim deyir ki, bəs 70 yaşdan sonra 2 saat yatmaq kifayətdir. Bu nə dərəcədə doğru? Doğru deyil ümumiyyətlə. İnsan yatanda bədənindəki proseslər bərpa olunur, beyin dincəlir, orqanizm dincəlir. Uşaqlar daha çox yatır. Böyüklər 8 saatlıq, 7 saatlıq, 6 saatlıq yuxu rejimi olarsa da çox gözəl olar. Amma burada başqa bir məqam var. Desinxronoz deyilən bir hal yaranıbdır bəşəriyyətdə. Əvvəllər insanlar günəşin siklına uyğun hərəkət eləyərdilərsə, qaranlıqda biz hərəkət eləməzdik, aktiv olmazdıq, biz günəşlə bir durardıq 4-də, 5-də və axşam saat 9-10-da biz yatardıq. Amma indi hər şey dəyişibdir bu işıq gəlməklə, elektrifikasiya olmaqla. Artıq gecə-gündüz bilinmir. Biz qapalı məkanlarda heç hansı günün, hansı zamanını bilmirik və milyon ildir formalaşan bizim müəyyən sikllarımız, bioloji sikllarımız hamısı pozulur. Və bu da desinxronoz deyilən bir vəziyyətə gətirib çıxarılır. Və elə bir tövsiyə ki, 70 yaşdan sonra 2 saat yatın, o heç bir əhəmiyyət kəsb eləmir. O yanlışdır. Hər bir kəsin özünün yuxu rejimi ola bilər. Dahi Leonardo da Vinci hər 4 saatdan bir 20 dəqiqə yatırdı və ona kifayət eləyirdi. Misal üçün, məndə ən şirin yuxum gecə saat 4-dən 6-ya kimidir, həmən ərəfədə. Və gün ortada 4-dən 6-ya kimi hərdən bir yuxum gəlir. Həmən məqam yata bilsəm, sonra özümü çox rahat hiss edirəm. Yəni, hər bir kəs öz bədənini dinləməlidir və ona uyğun bir rejimdə də istifadə edə bilər. Ola bilsin ki, gün orta kiməsə bir yarım saat dincəlmək kifayət edir ki, gümrah olsun. Kiməsə də 8 saatlıq gecə yuxusu da ona rahatlıq gətirməyə də bilir. Əlbəttə, çox pisdir ki, yuxusuzluq baş verib gedir və insanlar məcbur olurlar kimyasal dərmanlardan istifadə eləsinlər. Bu yerdə əlbəttə ki, qayıdıram yenə də meditasiya, meditasiya, meditasiya. Meditasiya eləsəniz, yuxunuz da düzələcək, təzyiqiniz də, həyat rejiminiz də. Minnətdar İbrahim bəy, sağ olun ki, suallarımıza dolğun cavab verdiniz. Siz sağ olun ki, gəldiniz, şərait yaratdınız ki, bunları cavablandıra bilək.